أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والعاقبة للمتقين والصلاة والسلام على سيدنا محمد وعلى آله وأصحابه أجمعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي اللهم أرنا الحق حقا وارزقنا الاتباع عليه اللهم أرنا الباطل باطلا وارزقنا الاجتناب عنه أما بعد السلام عليكم ورحمة الله وبركاته. Mescidin içinde olan arkadaşlar zahmet olması kalmaya sıkıştırırız. Allah rızası kalmaya sıkıştıracak. Şöyle hava soğuktu. Ne sıkılacak zahmet. Ne kadar çok sıkılaşsak, içeri bir o kadar çok insan girer, soğukta kalmazlar. Allah Azze ve Celle'ye sonsuz hem senalar olsun. Rabbimize sonsuz şükürler olsun ki Ramazan'a artık ilkten başlasak biliyorlar ki bundan sonra belirlemediğimizce son 10 günden artık sayılmaya başlamıştır. Bundan sonra ilk cümlemiz kalıp ondan sonra Allah'ın izniyle ilk başlayacak. Bu Ramazan bunu bilecek lazım. Ve bir daha biz Ramazan'a çıkabileceği, bile bir nimet bize Allah Azze ve Celle tarafından her oldu. Nefsimizi temizleme imkanımız var. Böyle bir fırsat. Çünkü Allah Azze ve Celle buna azıcıklarında bir ayet celledir ki nefsini temizleyen bir konudur. Bu ay nefsi temizleme için büyük bir fırsat. İnsanın maneviyatını kamilleştirmek için büyük bir fırsat. Kızıl fırsat. İnsanoğlu bir nimeti ne zaman geldiğini nimetten anlıyor? Nimet elinden çıktıktan sonra. Ramazan çıktıktan sonra bir Ramazan'ın ne kadar nimetli, ne kadar büyük bir şey olduğunu anlıyor. Ama bundan ibret alır. İnsanoğlunda bile bir hisset var, hususiyet var ki insanoğlu olduğu halın kıymeti bazen bilmeyebilir. Azıcık düşünmek lazım. 11 aya sultan olan, Kur'an ayı olan, böyle bir mübarek ay olan, şeytanların zincire vurulduğu bir ay. Nefsinle baş başa kaldığı bir ayda nefsini temizlemeye vakti değil mi? Kardeşlerim, olabilsin ki sen de farklı. Bu hadisi danışmadım. Ama Allah Resulü sallallahu aleyhi ve sellem sahabelerden başına gelen bir kişi var. Sahabelerden biri, bu da iki sahabeden biri Allah yolunda, cihat yolunda. Allah'ın kelimesi uca olsun, öyle bir şeraitle şehit olur. Diğeri ise normal bir şekilde yatağında şehit olur. Hemin sahabe görür ki yatağında vefat eden kimsenin Allah katında derecesi Allah yolunda cihat eden derecesidir. Ve bu
hadisəni gəlib Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə ərz edir. Ya Rasulallah, mən yuxumda bunu görmüşəm. Bunun hikməti nədir? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm həmin sahabəyə deyir ki, yaxşılığında dünyada dəyişən həmin sahabə bir Ramazan alır. Niyə? Çünki Ramazanda insanın xeyir və salah əməllərini artırması mümkün olan bir aydır. İnsan bu ayda nə qədər pis adət ənənələri yoluna gəlməyəcək, Allahın sevmədiyi pis əməllər varsa, nisbətində onunla mübarizə aparıb onu təmizləməsi lazım. O xəstəlikdən, o mənəvi kirdən qurtulması lazım. Yəni, sabah edərəm. Onun için de kardeşler, Allah'ın izniyle bu ayın değer ve kıymetini unutmayalım. İlk başta Ramazan başlayarken insan heyecanlı olur. Ramazan geldi. Artık bir müddetten sonra insanda bir normallaşma prosesleri başlayır. Bilir ki çok güzel olur. Değil. Ramazan artık son 10 gündən daha gün almış. 8-9 gündüz belə bir zaman zərfimiz var ki, bu ayı gözəl bir şəkildə dəyərləndirir. Bu ayın qədir gecələri, bu ayın gözünə məxsus təravih namazları, dua, istiğfar, yalvarma, Allahdan əfv və məğfirət istəmək. Bu ayın güzel ibadetlerden. Değerli kardeşlerim, her olduğu gibi bugünkü bölümümüz zekattır. Zekata yapmak lazım. İslam'ın 5 temel esası var. Birincisi kelime-i şehadettir. İkincisi namazdır. Ramazan orucudur. Dördüncüsü ise mali durumu, maddi durumu yaxşı olan imkanlı şəxslərin Allah yolunda 641'ni zekat vermesi İslam'ın bizden istediği temel esaslardan biridir. Zekat nədir qardaşlarım? Zekat müddətdə artma, çoxalma, təmizləmə, bərəkət, dövlət etmək mənada olaraq gəlir. İslam terminologiyasında zekat dəyərindən mal növlərindən müəyyən qismini Allah-u Teala'nın bildirdiyi müsəlmanlara onların mülkiyyətinə keçirməklə vermək. Zekata həmçinin müminlərin Allah'ın emrine tabi olma bakımından gösterdikleri sədaqətə görə sədəqə də deyilmişdir. Odur ki, sədəqə kəlməsi zekatdan vacib və nafilə qəbilindən olan bağışlamaları da əhatə edən daha geniş bir məfhumdur. Allah rızası üçün seçilip verilən mala ona göre zekat adı verilmiştir ki, arkada kalan malı temizleyir ve felaketlerden muhafaza edir. Allah Azze ve Celle belə buyurur. Ya Resulüm, onların mallarından sədəqəyə zekat al, bununla onları temizlemiş, hak etmiş olarsın. Tövbə suresinin 13. ayəsi. Bununla yanaşı zekat onu verəni günahdan, malını kirdən təmizləyir və mənəvi baxımdan insanı tutar. Belə ibadətlər var ki, qardaşlar. Tək
olur, elə ibadətlər var ki, bədəni olur, elə ibadətlər var ki, həm bədən, həm mal olur. Misal üçün, namaz ibadəti bədənlə əlaqəli bir ibadət. Zəkat isə mala ayrı olan bir ibadətdir. Yəni, Allahın sənə lütfü, Allahın sənə bəxş etdiyi bu neyməti Allah yolunda Allah Azza və Cəlləni bir Quran tərbiyə etsən sinirlərdən sən malı verdikdən sonra sən tərbiyə Allah Azze ve Celle belə buyurur. Nahl Surəsinin 71. ayəsidir. Allah ruzi baxımından birimizi diğərimizdən etmişdir. Yəni, ruzini bizə əta edən Allah Azze ve Celle. Maddi üstünlüyə malik olan var dövlət sahiblərinin mal dövlətlərinin bir qismini kasıblara verilmələri Allah'ın bizdən istədiyi əmridir, vacibdir. Çünkü bu kimi məcburiyyət olmazsa, varlı təbəqədən kasıb təbəqəyə bu maddi axını təmin etmək qeyri-mümkündür. Yəni, həm də zəkat qardaşları nə rolunu ifa edir? Körpü rolunu ifa edir. Zənginlə kasıbın arasında bir körpü. Cəmiyyətin arasında, cəmiyyətin daxilində belə demək mümkünsə, uçurumu aradan qalır. Allah Azze ve Celle belə buyurur. O kəslər ki, onların mallarında müəyyən bir haqq vardır. Bilənən və hər şeydən məhrum olan, lakin tavrına qısılıb bilənməyən kimsə üçün. Yəni, deməli, zəkat Allah Azze ve Celle quluna verdiyi bir nimətdir. O niməti özündən deyil də Allah Azze ve Celle'dən gəldiyini bilib, bununla yanaşı kasıb, ehtiyac sahibi, yoxsul, qohum əqraba yolda qalmış. Bu və bənzəri insanlara Allahın sözü ilə yardım etməsini Allah Azze ve Celle istəyir. İslamın gətirdiyi zəkat anlayışı məhz varlı təbəqə ilə yoxsul təbəqə arasındakı dəngəni, müvazinəti təmin edən bir təmin. Yəni, əgər bir cəmiyyətdə zəkat verilməzsə, zənginlə kasıbın arasında böyük bir uçurum meydana gəlir. Zəngin çox zənginləşir, kasıb isə daha da kasıblaşır. Amma zəkat istədiyi dönəmdə zəkat müəssəsi bu müəyyəti çox önemli tutuyor. Artıq zəkat yerini alalım. Ama bugün zekat dediğin zaman Allah yolunda ihtiyaç sahibine yardım edildiği zaman ellere koyuyor. Altı. Bir insanlar var, onların malları Allah yolunda değil de bir nefisleri bir yolunda. Bir de bir özel söz var, neye gelir? Zenginin israfı kasıbın ihtiyacı. Ettiğin israfın evveline bir ihtiyaç sahibini ihtiyacını dağıtması. Xəstə şərvan qardaşın varsa, ona dəstək olsun. Evlənmək istəyib də evli olmayan kimsəyə dəstək olsun. İslam bunu görmür, nə gözəl şeylədir. Onun üçündür ki, cəmiyyətdə dəngə
möhkəm. Cəmiyyəti balanslaşdırmaq istəyir. Zəkat İslamdakı zənginlərin arasında dövr edən bir cür olmasına əngəl olur. Odur ki, İslamın ilkin dövrlərində Misir, Suriya və İraq torpaqları uğrundakı müharibə iştirakçılarına paylaşdırılmayıb, köhnə sahiblərin cizyə və xərəc vericisi olmaq şərti ilə verilərək insanların hər cür ehtiyacları üçün sərf olunması və sərvətin sırf varlılar arasında dövr etməsinə mani olma məqsədini bildirir. Allah-u Teala belə buyurur. Allah öz Peyğəmbərinə məmləkətlərin əhalisindən dinc yolla verdiyi qənimət Allaha, Peyğəmbərə, qohum əqrabaya, yetimlərə, yoxsullara və pulu qurtarıb yolda qalan müsafirlərə məxsusdur. Bu ona görədir ki, həmin mal dövlət içərisindəki zənginlər arasında əldən-ələ dolaşan bir sərvət olmasın. Ondan yoxsullar da faydalansın. Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi qadağan edirsə, ondan da əl çəkin. Allahdan qorxun, həqiqətən Allahın cəzası çox şiddətlidir. 4. Həşr surəsinin 7-ci ayəsini Allah Azərbaycan belə buyurur. Məhz bu səbəblə İslam sərvətlərin sadəcə müəyyən təbəqə əlində cəmləşib, geniş xalq kütlələrinin yoxsulluq içində yaşamasına göz yummamalıdır. Vərəsəlik payları, zəkat və digər iqtisadi işləri tənzimləyərkən daima bu prinsipi əsas alır. Zəkatın hikmətləri aşağıda bir neçə maddə olaraq saymaq mümkündür. Zəkat varlı ilə kasıbı bir-birinə yaxınlaşdırır, varlı kömək etdiyi üçün sevinərkən, kasıb da ona qarşı sevgi və hörmət bəsləyir. Beləliklə, zəkat vermək surəti ilə xəstələrin Allah Azza və Cəllə mallarınızı qoruyun, xəstələrinizi sədəqə verərək müalicə edin. Düçar olacağınız müsibətlərə qarşı dua ilə hazır olun. Müsibəti ancaq dua geri qaytarar, ömrü də ancaq yaxşılıq uzanır. İkinci, zəkat əmək qabiliyyəti olmayanlara normal həyat yaşama imkanını təmin edir. Cəmiyyəti yoxsulluqdan, dövləti zəiflikdən mühafizə edir. Allahın Resulü sallallahu aleyhi və səlləm belə buyurur. Qiyamət günü yoxsullar səbəbilə vay zənginlərin halına. Yoxsullar deyərlər, Rəbbimiz, sənin bizə ayırdığın haqları verməyərək zənginlər bizə haqsızlıq etdilər. Allah-u Teala buyuracaq, İzzət və cəlalıma and olsun ki, sizi özümə yaxınlaşdıraraq, onları isə uzaqlaşdıracaqam. Bundan sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləm o kəslər ki, onların mallarında müəyyən bir haqq vardır, bilənən və məhrum olan, lakin adına qısılıb bilənməyən kimsə üçün ayəsini alır. Zəkat insanı xəsislikdən mühafizə edir, dönər, ələ açıq etməklə digər insanlara qarşı məsuliyyət hisslərini qüvvətləndirir. 4. Zəkat mal dövlətin qarşılığında uca Allahın şükür, onun qəzəbini söndürür, malı əsla azalmaz, əksinə hərəkətləndirər və artırar. Quran-ı Kərimdə əgər mənə şükr etsəniz, sizə olan nimətini artıracaqlar. İbrahim surəsinin 7-ci ayəsi. İnsan sosial bir varlıqdır, cəmiyyətdən təcrid olmuş bir halda tek başına həyatı yaşamaq insanın yaradılışına ziddir. Digər tərəfdən cəmiyyət parçalanmaz və vahiddir. Odur ki, hər kəs gəlir və qazanc əldə etmə mövzusunda bir-birindən faydalanır. Məhz buna görə də əmələ gələn sərvətlərdə başqalarının da haqqı vardır. Varlığının sərvət sahibi olmasında yaşadığı cəmiyyətin də bir payı olmadığına kim inkar edərlər?
Zekat hakkında olan dəlillər gəldikdə isə qardaşlar, zekatın hukuku, yəni dəlilləri üstünə və icma ilə sabit. Yəni burada heç bir itlaq yox. Allah'ın izniyle. Kur'an-ı Kerim'de Allah Azze ve Celle namazla beraber üç şeyi hemşe beraber namaz, zekat. Allah'a itaat, Resulüne itaat, Allah'a ibadet, valideyne yakışır etmek. Bu üçünü beraber zikriyor. Yani kim zekatın heyketini inkar ederse Allah göstermesin, müşrik kafir. Zekat vermemeyin cezası nedir? Zekat vermemeyin iki cəhətdən cezası vardır. Dünyada ceza, ahirette ise əzaba məhkum olur. Allah-u Teala ahirеттeki əzabı bizə belə bilir. Ey iman gətirənlər! Yahudi alimlərindən və xatipərəst rahiblərindən çoxu insanların mallarını haqsızlıqla yeyir və onları Allah yolundan döndərirlər. Ya Resulüm, qızıl, gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələr. O gün qiyamət günü yığdıqları qızıl, gümüş cəhənnəm ateşində qızdırılır, alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq və onlara bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınız mal dövlətin əzabını acısını tadın deyiləcəkdir. Vay müşriklərin halına, o müşriklər ki zekat vermir və ahirete inanmırlar. Ahirət günündə cənnət əhlindəki məhkarlardan sorsanlar, sizi səqərə, cəhənnəmə salan nədir? Onlar deyəcəklər ki, biz namaz qılanlardan deyildik, yoxsunu da temizlətməzdir. Zekatın şərtləri nədir qardaşlarım? Zekatın ilk şərti iqtida edən şərtlər var ki, ilk olaraq mükəlləf olması lazım. Yəni, zekat verən bir müsəlman azad olmalı, ruhi xəstə olmamalı və yetkinlik yaşına çatmalıdır. Qeyri-müsəlmana, kölə və kənizlərə, ruhi xəstələrə və uşaqlara zekat vermək fərz deyil. Belə ki, qeyri-müsəlman zekatla məsul deyil, çünki zekat müsəlmanı təmizləyən, saflaşdıran bir ibarədir. Müsəlman olmayan isə təmizlənməyə layiq deyil. Hətta bir müsəlman bir müddətindən çıxıb, daha sonra yenidən İslam'a qayıdarsa, mürtədlik müddətində zekat vacib olmadığı kimi, bundan əvvəlki zekata aid olan borcları da ortadan qalxar. Çünki müsəlman olmaq zekatın fərz olması üçün şərt olduğu kimi, həmçinin davamı üçün də azad edib.
zəkatın nisab miqdarı mala sahib olmalısan ki, zəkat sənə fərz olsun. Nisab ölçü, sərhəd, işarə kimi mənalara gəlir. Yəni, zəkat verilən ilk nəfərin 85 qram qızıl və yaxud da 295 qram gümüşlü olarsa, üzərindən də bir il keçərsə, həmin şəxsə zəkat verilmək lazımdır. Var dövlətin şəxsin mülkiyyətində olmalıdır. Yəni, zəkat verən kimsə verdiyi mal onun əlində olmalıdır. Yoxsa verdiyi zəkat sayılmaz. Yəni, tutaq ki, misal üçün bir nəfərə borc verirsən, o borcu zəkat sayılmaz. Bu sənin əlində olmalıdır. Ondan sonra zəkatı verilməlisən. Malın üzərindən bir il keçməlidir. Yəni, zəkat verən şəxsin 85 qram qızılın üzərindən bir il keçməlidir ki, o mal zəkata tamamı olsun. Yəni ki, tamamladır. Onda bilir, dörtdə bir eydir. Zəkatın etibarlı olması niyyət, ikinci təmlik. Təmlik nədir? Zəkat olaraq verilən mal və nam həmin şəxsin mülkiyyətinə keçirmək lazımdır. Son olaraq qardaşlar, sonuna yaxın vacib olması, bayram günü özündən sonra vacib olur. Heç kim olsa qıra bilmir. Mümkün də bir-bir vermək yaxşı olar. Təxminən bu ildə 10 manat hesablanır adam başına. Bir ailədən hesablanırsa, adam başı 10 manatdan hesablanır. Hər olduğu kimi bu da Allah'ın izniyle sizlərsə, biz bu şəkildə gəldik və nəzər gəldik. Allah rızası üçün ülkət sahibi olan ailələrə paylayacağız Allah'ın izniyle. Allah azə və cələ hər birimizdən razı olsun. Ramazan ayımız xeyirli bərəkətli olsun. Subhanəkallahü və rəzəkən. Əşhədü ən la ilahə illallah. Estağfirullah və etûbü ileyh. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما اللهم صل وسلم على نبينا محمد الله أكبر الله أكبر الله أكبر الله أكبر أشهد أن لا إله إلا الله أشهد أن لا إله إلا الله أشهد أن محمدا رسول الله أشهد أن محمدا رسول
حي على الصلاة حي على الفلاح حي على الفلاح الله أكبر الله أكبر لا إله إلا الله. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له نشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن محمدا عبده ورسوله أما بعد فيا عباد الله اتقوا الله وأطيعوا إن الله مع الذين اتقوا والذين هم محسنون. قال الله تعالى في محكم كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم أقيموا الصلاة وآتوا الزكاة صدق الله العظيم. Muhterem sağlıklar Allah Teala'nın bizlere bəxş olduğu en üstün ve en değerli nimet iman nimeti. Bizler bu nimet sayesinde mehlubatın en şereflisi olmakla beraber ebedi hayatta xoşbəxt olan insanlara seviyoruz. Bu dünya fani olduğu kimi içerisinde ne varsa hamısı fani. Bunda fani olmayan tek şey biziz. Niye? Çünkü ölümden sonraki ebedi hayata inanmıyoruz. Biz Allah Subhanahu Teala'nın yer üzerinde Halifem diye yarattığı ruhunu üstlediği şerefli bir mahlup. Yani bizim bu dünyayla alakalı olan bedenimiz lisan, ruhumuzsa ölmezdir, ebedidir, aynıdır. Ve biz iman getirmişik ki, iman esaslarımızdan biri de ahirete imandır. Bizi sayısız, hesapsız nimetlerle teçhiz olunmuş, muhteşem bir ebedi yurttur, cennettir. Burada herkese sorursam, o cennete gitmesin. Ama lakin o cennete gitmek için bu dünyada emel etmek istemez. İslam'ın 5 şərtindən biri ve Kur'an üzerinde bu sayıda bazı ayelerde keçen ələ xüsusda savalla yan-yana zikr olunan zekat var. Biraz evvel kardeşimiz zekatı fikri yönlerini izah edildi. Herkes artık teknoloji sayesinde zekatın necə hesablayacağını yaxşı araştırır, elməsində sual verir, kitaplara müraciət edir, öğrenir. Mesela bunları bilmək deyil, qardaşlar. Mesela o zekatı verə bilməkdir. Malından Allah'ın yolunda verməyi qazanmaqdır mesela. Əksər insanların zekatın verməməkdə en çok düşdüyü çətinliklərdən birisi öncəliklə zekatın mənasını bilməməsidir. Zekatın tərifini İslam alimləri bu cür tərif edir. Varlı ve zengin olan Müslümanın malında zengin olmayan, kasıb olan Müslümanın hakkıdır. Zekat vererken bir Müslüman öyünməməli. Əksinə şükür etməli ki, Müslüman qardaşının hakkını özünə verir. Yana ki de biz bunun hesabını Allah Subhanahu vereceğiz arkadaşlar. Allah Subhanahu buna göre bizi hesaba çekecek.
İstənilən adama sual verir. Elhamdülillah ki, bu dilada yaşayanların əksəriyyəti müsəlmandır. Nə müsəlmandır? İçərisində 5 vaxt sabahı qılıb, hal-hazırda bu gün Ramazanda siyanını tutan müsəlmanlar verir. Amma mövzu zəkata gələndə vermək üçün minlərlə bəhanı ortaya qoyanlar var. Sual olur. Siz və yaxud da biz və ya mən kimin malını kimlərə sizdir? Allah s.ə.v. qiyamət günündə hamının qorxub çəkindiyi o sıratdan keçərkən səslənəcək ki, ey mənim bəndəm, Məlikul Mulk, mülkün sahibim mənəm. Hər şeyə qadir olan mənəm. Bu günün, din gününün sahibi mənəm. Bu körpüdən zalimlərin hiçbiri keçməyəcək. Biz bu dünyadayken zekat vermemekle ilk zulmettiğimiz özümüze olursanız. Birinci özümüze zulmediyoruz. Allah. Sonra ise hakkı üzerimizde olan müsaadenlara gelip fərqli bəhanələr, bir neçələrə evlər, bir neçələrə maşınlar, bir neçələrə zekata tabi olmaması üçün əldə etdiyimiz mülklər, torpaqlar, istifadəsiz, lazımsız əşyalar alırıq ki, zekat verilir. Yaxşılar. Verilir. Bu dünyada özümüzü hak kazandırır. Ama heç kimin hökmünün çekmediği bir gün var, bir gün. O gün Allah-u Teala sordu suala çəkəcək abi. Vallahi qardaş, bu yer üzündə, bu şəhərdə, bu məmləkətdə, bu diyarda, bu dünyada 5 dənə evin olsa birində yaşır. İnanın birində öləcək. Keşində də ölənmir. Birində. Allah s.ə.v. biz elə bir halasa var ki, o 5 evimizin birində gəzəcək əyarımız belə, taqətimiz belə olur. O qarajımızı bəzəyən maşınları sürəcək halımız belə. O qardirobunuzu bəzəyən geyim keçimi geyinəyən halımız belə olmaz. Hələ üstə yığdığımız qızılı, gümüşü və pulu xərcləyəcək. Nə vaxtımız, nə səhətimiz, nə də halımız olmayacaq. Olmuyor. Sağ ikən Allah s.ə.v. üzərimizdə olan haqlarına riayət edilir. Zekatı sadəcə İslamın 5 şərtindən biri kimi qəbul etmək lazım deyil, yalnız. 5 şərtindən biri kimi qəbul etdik, tamam, ama ne oldu? Yerine getirebilirsən mi? Hər bir insanın Rəbbi ilə arasında olanı vallahi billahi hər kəs yaxşıdır. Və kimin nəyi var, nəyi yoxdur, özü də qəşəngdir. Odur ki, Allah s.ə.v. anlatmazdır. Bizim heç bir güclük çatmaz, heç bir səyimiz fayda verməyəcək. Müslümanların üzərimizə olan haqlarına riayət etməliyik, başlamaq. Bu haqq. Yəni, mən şəxsən özüm deyim, mən bu həyatda ən böyük arzum İslamın 5 şərtini tamam yaşamaq. Amma yaşaya bilmirəm. Mən o zəkatı verə bilmirəm. 4-də qalmış sana yardım. Bütün sabahlarda, ziyarətlərdə, Kəbədə, hər evdə Allah'ın sallallahu aleyhi ve sellem 5-ci şərtini yaşamaq nəsidir. Mən təsvir etməm zəkatdır. Mən zekat verən müsəlmanların, qardaşların göz yaşı töküb ağladıqlarının şahidi olmuşum ki, Allah həm göstərir ki, Allah mənəsi verir. Amma elə bir zamana gəlmişik ki, gəlib bizə sual verir ki, bu şeylər zekat tabi deyil, orada biz oradan zekat vermirik. Qaçmağa çalışır. Bunun hamısı hesabımız Allah'ın verir. Bu Quran ayəsi, zekatı əmr edən ayələr, unutmayın, bu gün bizə xitab edir, amma bizdən əvvəl nazil olduğu zaman səhabələrə xitab edir.
İkisi arasında keçən əsrlər boyu müsəlmanlara xitab edən ayələr. Ayə dəyişmir. Dəyişən bizik, dəyişən o ayələri oxuyan insanlardır. Quran-ı Kərim ayələrinə özündən 100 cür təfsir verməyə çalışıb, dini hökümlərdən yayınmağa çalışan insanlarda da xəta. Quranda yoxdur xəta. Allah Resulü sallallahu aleyhi ve sellem zekat konusunda çok şiddetli oldu arkadaşlar. Aslında okuyayım. Ebu Bakr radıyallahu anh halife olduğu dönemde zekat vermeyenlere karşı muhalefet var. Yani küçük bir şey bilmiyor. Özünüzü hesaba seçilmeyin. En de hesaba seçin. Allah'ın huzurunda hesap vermemişler ve bu dünyada hesabınızı özünüz rahat bir şekilde vereceksiniz. Unutmayın. Öyle heydetler var ki insan onu yapım merkezine verir. Vallahi heydet şahsı göre değişmiyor. Değişmiyor. Heydetinden sonra heydetçi sizdir. Bir, bileceğiz. İki, yırdığımız mal, mülk, ne varsa dünyalık özümüz ahıra bilmiyoruz. Hamısı burada var. Ve bizden sonra onları kimler istifade edecek onu da bilmiyoruz. Onun için çalışmak ölmeden evvel ve Allah'ın huzurundaki ahır hesabı sığmamıştan evvel bu dünyada işlerimizi saklaması. Kim neye can atarsa Allah subhanahu nesip ediyor. Hele inna husnel kelam ve belagan nizam selamullahi aleyhi 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 ve ila bil erdoğan kısmı ve ansitu l'aynekum turkan. Elhamdülillahi hamden kâmilen ve salatu ve selamu ala Resulina Muhammedin ve ala âlihi ve ashabihi ecma'in تعظيما للنبي وتكريما لفخامة شان شرف صفيه فقال عز وجل من قائلا مخبرا وآمرا إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما اللهم بارك على أبي بكر عمر وعثمان وعلي وعلى بقية الصحابة والتابعين رضوان الله تعالى عليهم أجمعين. الله أكبر الله أكبر الله أكبر الله أكبر أشهد أن لا إله إلا الله أشهد أن لا إله إلا الله أشهد أن محمدا رسول الله أشهد أن محمدا رسول الله حي على الصلاة حي على الصلاة حي على الفلاح حي على الفلاح قد قامت الصلاة قد قامت الصلاة الله أكبر الله أكبر لا إله إلا الله. Kardeş tutmuyor, yakşı oran tutmuyor. Oran bağlarını kesebilsin. Səhvləri üzərində qardaşlar. Değerli arkadaşlarımız, xəstələrimiz var. Ağır vəziyyəti olan xəstələrimiz var. Bu eləyək. Allah subhanətlə bütün xəstələrimizə şəfa olsun. Allahu Ekber. Elhamdülillahi Rabbil alemin, Errahmanirrahim, Malik
مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين إن للمتقين مفازا حدائق وأعنابا وكواعب أترابا وكأسا دهاقا لا يسمعون فيها لغوا ولا كذابا جزاء من ربك عطاء حسابا رب السماوات والأرض وما بينهما الرحمن لا يملكون منه خطابا يوم يقوم الروح والملائكة صفا لا يتكلمون إلا من أذن له الرحمن وقال صوابا الله أكبر اللهم حمدا الله أكبر مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد الله أكبر سمع الله لمن حمده الله أكبر الله أكبر الله أكبر الله أكبر
الإسلام